Şəkidə paltar mağazasında iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin aprelin 9-da Şəki şəhəri Süleyman Rəhimxan küçəsində yerləşən mərkəzi bazarda baş verib. 1987-ci il təvəllüdlü Təranə həmin gün səhər saat 09:30-da işlədiyi paltar mağazası ilə qonşuluqda olan paltar mağazasında işləyən Zülfiyyənin onun anası Lətifənin mağazanın qarşısında paltar asmasını, irad tutmasını cüzi səbəb kimi bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin üzərinə zor tətbiq olunması, o cümlədən mərkəzi bazarda ətrafda olan mağazaların iş rejiminin 10-15 dəqiqə müddətinə pozulması, bazarda olan vətəndaşların narahatlıqlarına səbəb olan hərəkətlər edib. Təranə ətrafda olan insanlara məhəl qoymayaraq Zülfiyyənin ünvanına ucadan nalayiq ifadələr işlədib, nalayiq söyüşlər söyüb. Habelə onun döyəcəyi ilə hədələyib və qəsdən əli ilə ona çoxsaylı zərbələr vurub. Faktla bağlı Təranənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci xulqanlıq maddəsi ilə ittiham elan edilib. Məhkəmə iclasında təqsirlənən şəxs özünü təqsirli bilib, əməlindən peşman olduğunu qeyd edib. O, Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib. Məhkəmə çəkişməsi zamanı zərərçəkmiş şəxs mülki cavabdeh təqsirlənən şəxsə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barəsində olan mülki iddiası icraata qəbul edilib. Zərərçəkmiş şəxs və mülki iddiasını təmin edilməsini, ədalətli qərar qəbul çıxarılmasını xahiş edib. İş üzrə şahid qismində ifadə verən Lətifənin sözlərinə görə, təxminən 10 ildir Şəki şəhərində bazarda ərazisində qadın paltarının satışı ilə məşğul olur. Bazarda mənim qonşuluğumda Zülfiyyə də qadın paltarının satışı ilə məşğul olur. Onun mənim qızım Təranə arasında təxminən 3 il olar ki, münaqişəsi var. Aramızda baş vermiş münaqişə səbəbindən bir neçə dəfə bir-birimizdən polis şöbəsinə şikayət etmişik, deyə o ifadəsində göstərib. Lətifə qeyd edib ki, məlum hadisə günü səhər saat təxminən 9 radələrində Zülfiyyə paltarları onun mağazasının qarşısına asmağa başlayıb. Mən Zülfiyyəyə etiraz etsəm də, o etirazıma məhəl qoymadı. Belə olduqda paltarları götürərək qırağa qoydum. Zərərçəkmiş şəxs isə qaytararaq yerinə qoydu. Bizim aramızda mübahisə yarandı. Mən Zülfiyyəyə mağazanı icarə verən şəxsə bu barədə məlumat vermək istədim. Lakin həmin şəxsi tapmadığım üçün geri qayıtdım. Təxminən 1-2 dəqiqə sonra qızım Təranə yanıma gəldi. Mən Zülfiyyənin astığı paltarları astığı yerdən götürdüm, yerə atdım. Bu zaman Zülfiyyə ünvanıma nalayiq ifadələr işlətdi. Bunu qəbul eləməyən qızım əsəbləşdi, Zülfiyyənin üzərinə hücum etdi. Mən Təranəni saxlaya bilmədim. Davadalaş yarandı. Mən qızım ilə Zülfiyyəni ayırmaq istəsəm də gücüm çatmadığı üçün onları ayıra bilmədim. Bundan sonra bazarda olan tanımadığım şəxslər qızım ilə Zülfiyyəni ayırdılar, deyə o ifadəsində göstərib. Şəki rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Təqsirlənən şəxsin barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. İddiaçı Zülfiyyənin təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilib.
Təqsirlənən şəxsdən 5000 manat mənəvi zərər, 600 manat hüquqi xidmətlərə göstərilməsi ilə bağlı vəkilə ödənilməli xidmət haqqı və 76 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 5676 manat pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsi qərara alınıb. İddia qalan hissədə təmin edilməyib.